Yəni biz əvvəllər giriş nəzərdə tutulmuşdu, demək bu hissədən sakin əncisi, yəni bu formada giriləcək ki, bura foyer olacaqdır. Və bu qapıdan hətta bunu genişləndirmək istəmişlər ki, giriş daha enli olsun və burada bu görünən dəmir yığılan yerdən birbaşa bu lift başlayacaqdır. Bu sahəyə birbaşa liftə gələcək. Ancaq sonradan qərar təbii ki, dəyişildi bilirsiniz. Qərar dəyişildikdən sonra buradan yox, yerləmişəm burada qarajlara düşən aşağı pilləkəndir. Biz binanın yan arxa tərəfindən getməliyik binanın bu girişinə. Gördüyünüz isə penthouse'un liftidir. Və biz gəlməliyik sakinlər. Bu bina divarın dibindən arası 1 metrlik yol olmalıdır və keçilməlidir bu hissəyə. Və bu gördüyünüz boşluqda resepsiyon olmalıdır. Yəni, balaca bir vestibül. Və bu qapıdan içəri girilərək vestibülə girilməlidir. Yəni, qarşılıqlara girilməlidir. Hal-hazırda buradakı vəziyyət və buradakı evlər bunu etməyə imkan vermir. Yəni, nəzər almaq lazımdır ki, bu gördüyünüz məsafədə həm maşınların qaraja girməsi üçün pambuz tikilməlidir. Bu divarın dibinə isə yol olmalıdır ki, bu yol fırlansın. Bu qapının altında tikiləcək olan vestibülə girsin və o qapıdan da bitəcək. Yəni, həmin bu görüntüləri mən istərdim istəməkdəkək, bizdə formada olurdu.